Pələngi tanımayan yoxdur. Amma onu biraz da yaxından tanıyaq. Salam, hörmətli tamaşaçılar. Bu mənim Pələng. Winnie Puh'un ən enerjili və bir yerdə durmayan dostu. Hər dəfə səsimi eşidib qorxanlar gündən günə artır. Bu normaldır. Çünki Pələngin səsi çıxanda bütün meşə titrəyir. Amma inanın ki, siz hələ əsl nərildimi eşitməmisiniz. Səsimi hətta Uruguay'da da eşidiblər. Amma nə gizlədim. İkinci dəfə şansım olsaydı, bu sənəti seçməzdim. Qaraçı balası olardım. Heç kimdən asılı Qaraçı olmayan balası. azad bir uşaq. Azad bir Arzular, arzular. Elə bilirsiniz Coşqun bəy sakit oturub. Düşünür ki, bu Pələng kimdir? Qətiyyən onu narahat edən bir sual var. O məni parodiya eləyə bilər, ya yox? Qoy o bu barədə düşünsün. Mən isə səhnəyə çıxmağa hazıram.